Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında yenə PlayStation'ın yeni endirimləri ilə qarşınızdayım dostlar. Yəni ilkbahar endirimləri ilə. Bildiyiniz kimi bu ay hər 15 gündən bir dostlar endirimlər olub və ikisi də eyni endirimlərdir. Yəni reklamsal olaraq ilkbahar endirimləri, sadəcə içərisindəki oyunlar fərqlidir. Dostlar qeyd edeyim ki, bildiyiniz kimi hər PlayStation Store-da hər 15 gündən bir yeni endirimlər olur və bu oyunları, yəni istədiyiniz oyunlar orada ola da bilər və ya bəzən endirimə düşməyə də bilər. Bəzən bizdən çox soruşurlar dostlar, hansısa bir oyunun endirimə düşüb düşməməyini qabaqcadan bilirsinizmi? Dostlar təəssüf ki, bunu bilmirik. Yəni biz bu PlayStation aksiyalarını özümüz də sizlərlə birlikdə ilk dəfə görürük dostlar. Dostlar çox uzatmadan keçək PlayStation Türkiyə səhifəmizə, bu şəkildə ekranımıza. Bildiyiniz kimi PlayStation Türkiyə səhifəsində biz oyunlarımıza baxırıq. Bu həmin PlayStation Türkiyə səhifəsinin linkini də videonun açıqlama bölməsinə əlavə eləyərək dostlar. Deals bölməsinə keçdikdə, yəni endirimlər bölməsinə keçdikdə, burada gördüyünüz kimi ilkbahar endirimləri ilə qarşınızdayıq dostlar. Burada ən çox satılan və özümün seçdiyim oyunları göstərim. Təbii ki 3000-4000 ədəd endirimdə oyun olur, amma bunların hamısını sizlər üçün göstərə bilmirik. Təəssüf ki, düzdür, orada oynana biləcək oyunlar da var və oynanıla bilməyəcək oyunlar var bildiyiniz kimi. İlk sıramızda ən çox PlayStation-da satılan oyunlardan biri FC25 Ultimate versiyası endirimdədir dostlar. Həmçinin bu şəkildə gördüyünüz kimi məndən də ən çox sual verilən suallardan biri də odur ki, FC25-in standart versiyasına Ultimate versiyasının arasında fərqlər nədir? Dostlar, qısaca bunu sizlərə mən izah eləmək istəyirəm. Bunun haqqında əslində ətraflı bir video çəkmək istəyirdim, amma bu videoda da sizlərə bunu biraz qısa da olsa izah eləyim, amma ətraflı videosunu çəkəcəm dostlar. Dostlar, Ultimate versiyası bu şəkildə 4000 TL-dən 60% endirimə düşərək 1600 TL olub. Baxın, gördüyünüz kimi FC25 Ultimate versiyası. Bunun standartdan fərqi nədir? İlk başda dostlar sizə bunu öz şəxsi fikirlərimi biləcəm. Təbii ki, məndən fərqli düşünənlər də ola bilər. Əgər offline şəkildə dostunuzla yan-yana oynayırsınızsa, sıradan offline karyera qurub siz özünüz üçün bu oyunu oynayırsınızsa, bunun Ultimate versiyasını almaqdansa standart versiyasını almaq daha məntiqlidir məncə dostlar. Yəni onun standart versiyasını endirimini gözləmək olar. Təbii ki, Ultimate versiyasından standart versiyasının bildiyiniz kimi qiymət fərqi var. Ultimate versiyasının fərqləri nədir dostlar? Online oynayanlar üçün üstünlüklər var və təbii ki, içərisində bunun bildiyiniz kimi FC25-in points var dostlar. Baxın, 4600 FC points verir. Bu pointslər də bildiyiniz kimi fərqli-fərqli qiymətlərə PlayStation Store-da satılır dostlar. Yəni bunu bilənlər bilir. Yəni bunu FIFA oynayanlar, yeni adı ilə FC25-dir. FIFA oynayanlar bilir dostlar. Bu pointsları bunlar aldıqda içərisində oyuncular kimi və yaxud da karyera qurub fərqli online oynayanlar üçün fərqli-fərqli seçənəklər verir və bu bildiyiniz kimi oyun içi pullardır və 600 FC points verir dostlar. Yəni online oynayanlar üçün üstünlüklər verir. Bu şəkildə ilk endirimlərimizlə başladıq dostlar. Dostlar, ikinci siyahımızda da, yəni mənim seçdiyim RDR2 Ultimate versiyası. Rockstar'ın ən böyük oyunlardan biri, yəni PlayStation-da gördüyüm qədərilə ən çox oynanılan oyunlardan biri də budur dostlar. İstər qrafikasına görə. Əslində bu PlayStation 4 oyunudur, amma bunu PlayStation 5-də də olduqca qrafikası effekt verir dostlar. Bu şəkildə 680 TL-dən 80% endirimə düşərək çox aşağı cüzi miqdarı endirimə düşübdür. 136 TL endirimə düşübdür dostlar. Bu oyunu əgər hələ əldə etməmisinizsə, bu fürsəti qaçırmayın dostlar. Həqiqətən bu qiymətə ret qallarda görsənir. RDR hələ bu qiymətə olmur. Bunun standart versiyası da var dostlar. Məsləhət görmürəm ki, bunun standart versiyasını alasınız. Çünki standart versiyası bundan daha aşağı səviyyədədir. Yəni oyunlar eyni oyundur. Sadəcə Ultimate versiyasına fərqli-fərqli karakterlər verilir. Yəni Ultimate versiyasını qoyub gedib standart versiyasını almaq məntiqsizdir. Həmçinin qeyd edirəm ki, standart versiyası Ultimate versiyasına qiymət baxımından daha bahadır dostlar. İkinci sıramızda təbii ki, dostlar, olmazmız GTA 5. GTA 5 olmayan PlayStation fikrimcə çox azdır, yəni az qalıb. Bu şəkildə həm PlayStation 4, həm PlayStation 5 versiyası dəstəkləyir dostlar.
Bu şəkildə gördüyünüz kimi 67% endirimdədir. 2499 TL-dən 67% endirimə düşübdür. Həmçinin qeyd edeyim ki, PlayStation 4 konsollarında alış etdikdə bunun qiyməti dəyişkənlik göstərir. Bizim səhifəmizə yazın, biz sizə bunu daha ucuz təklif edirik dostlar. İki tərəflidir gördüyünüz kimi dostlar və həm PlayStation 4 üçün də bu ala bilərsiniz, həm də PlayStation 5 üçün. Ən böyük endirimlərdə bildiyiniz ki, Mortal Kombat seriyası hər ayda PlayStation Store-da endirimdə olur, amma Mortal Kombat 11 Ultimate tez-tez endirimə düşməsə də, bəzən Mortal Kombat 11-in standart versiyası olur və bizdən alan müştərilər də bunu karakter məsələsinə görə problem yaşayır. Yəni karakterləri daha azdır. Təbii ki, qiymət baxımından çox ucuzdur. Yəni bu qiymətə bu oyun həqiqətən demək olar pulsuzdur dostlar. Mortal Kombat 11 Ultimate həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Bu şəkildə 87% endirimə düşərək sadəcə 51.87 TL olubdur dostlar. Qeyd edeyim ki, Ultimate versiyasının içərisində fərqli karakterlər var və fərqli hekayə modu ilə birlikdə gəlir dostlar. Bunu da əldə edib oynaya bilərsiniz. Şəxsən mənim də ən çox bəyəndiyim Mortal Kombat seriyasından biridir. Ən çox sifariş verilən oyunlardan biri deyib dostlar. Düzdür, ən çox sifariş verilən oyun deyil, sadəcə ən çox sifariş verilən oyunlardan biridir. Bu şəkildə 1049 TL-dən 80% endirimə düşərək 209.80 TL olubdur dostlar. Baxın, qiymət baxımından çox ucuz bir şəkildə. Qeyd edim ki, bu oyun ekran bölünmüş şəkildə oynanılır. Yəni alan müştərilərimiz bu şəkildə deyir. Düzdür, mən oynayıb yoxlamamışam, amma ekran bölünür. Bu şəkildə bu oyunu da alıb yoxlamaq olar dostlar. İçərisində qeyd edim ki, soruşanlar olur, türk dili dəstəyi yoxdur. Həmçinin ingilis dili kimi və Screen Language bölməsində də ingilis dili və fransız dili kimi fərqli alman dili kimi və rus dili də var ki, dillər dəstəkləyir dostlar. Bir digər oyunumuz isə basketbol sevənlər üçün möhtəşəm bir endirim olub dostlar, həqiqətən. NBA 2K Tournament Edition bu standart versiyasından daha üstündür. Qeyd edim ki, bunun üstünlüklərini bilmək üçün baxın, burada aşağıda qeyd olunub. Əlavə pointlər və my team contentlər və gördüyünüz kimi əlavə xallar, yəni aşağı-yuxarı FC25-lə bənzər özəllikləri var. Gördüyünüz kimi əlavə xallar və onlayn oynayan arası üstünlüklər. Qeyd edim ki, bu seriyası normal standart versiyasından bahadır. Köhnə qiymətinə fikir versəz 3149 TL çox bir oyun üçün həqiqətən çox baha bir qiymətədir. Amma baxın, gördüyünüz kimi 75% endirimə düşərək bunu da ki, alıb oynamaq istəyənlər yoxlaya bilər dostlar. Yəni basketbol sevən dostlarımız üçün möhtəşəm bir endirimdir mənim şəxsi fikrimcə. Göstərmək istəyirəm. Spider-Man Miles Morales Ultimate versiyası, yəni Ultimate Edition seriyası. Yəni köhnə qiymətdə o qədər baha olmasa da yenə də yarı-yarıya endirimə düşübdür 50%. Spider-Man xoşlayanlar özdə həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Qeyd edim ki, PlayStation 5 Pro da dəstəkləyir. Oyunların çoxusu dostlar PlayStation 5 Pro da dəstəkləyir. Bu şəkildə 619 TL-dən 309 TL-yə endirimə düşübdür dostlar. Biri də çox bilinməyən, bəlkə də çox insan bu oyunu oynamayıb. Şəxsən mən də oynamaq kimi fürsətim olmayıb, amma oynamaq istəyirəm. Crysis Remastered Trilogy paketi. Bildiyiniz kimi oyunlarda Trilogy paketlərinin üstünlükləri çoxdur. Bu Mafia seriyasında olduğu kimi. Bu paketi siz aldıqda gördüyünüz kimi 1749 TL-dən 75% endirimə düşübdür. Paketi siz aldıqda dostlar içərisində həm Crysis Remastered, həm Crysis 2 Remastered, həm də Crysis 3 seriyasını almış olursunuz. Yəni bu Mafia Trilogy seriyasından da aşina olduğu kimi 3 oyunu birdən əldə etmiş olursunuz dostlar. Bunu əgər o oyunu oynamaq istəyirsinizsə, bu birisi seriyalarını almaqdansa Trilogy seriyasını ala bilərsiniz. Baxın dostlar, gördüyünüz kimi 1749 TL-dən 75% endirimə düşərək 437 TL qiyməti mövcuddur dostlar. Mortal Kombat XL seriyası köhnə seriyalardan biridir dostlar. Açıqcası bunu oynamamışam, amma oynayanlar çoxdur və bu gördüyünüz kimi reytingi daha populyardır. Sırf PlayStation 4 dəstəkləyir. Köhnə qiymət olduqca bahadır. Mortal Kombat 11-dən daha bahadır dostlar. Hansı ki Mortal Kombat 11 PlayStation 5 dəstəkləyir. 1749 TL-dən 80% endirimə düşərək bu şəkildə qiymətini gördüyünüz kimi ekran, yəni 2 nəfərlik modu da var. Amma PlayStation 4 dəstəkləyir. Bilmirəm 5-də o alıb oynamaq olar ya yox. Onu oynayıb yoxlamaq lazımdır dostlar. Şəxsən mən oynayıb yoxlamamışam. Unravel 2 2 nəfərlik oynaya biləcəyiniz ən maraqlı oyunlardan biri də budur dostlar. Bunu çox tövsiyə eləyirlər mənə də. Açıqcası oynayıb yoxlamamışam, amma yaxın zamanlarda oynamaq istəyirəm. 2 nəfərlik oynana bilən oyundur. Baxın, belə bir maraqlı karakterləri olan bir oyundur dostlar.
Sadəcə 99 TL-dən, yəni bu demək olar pulsuzdur dostlar. 75% endirimə düşübdür. Yəni, çox ucuz bir qiyməti var. Alıb yoxlamaq olar məncə. Oyunumuzdan biri də The Witcher 3 Wild Hunt seriyası dostlar. Məndən də ən çox sifariş verilən oyunlardan biri də budur dostlar. Açıqcası bunu oynamağı çox istəyirəm. Bu aralar çox vaxtım yoxdur oyun oynamağa, həqiqətən. 254 TL, düzdür, köhnə qiyməti o qədər baha deyil. Bu standart versiyası gedir adətən. 254 TL-dən 50%, 80% endirimə düşərək 50.80 TL olubdu dostlar. Baxın, bir nəfərlik, tək nəfərlik də oyunumuz. Təbii ki, içərisində yenə də qeyd edeyim ki, türk dil dəstəyi yoxdur. Çoxdan bunu soruşur, içərisində türk dili var. Amma ekran dilində türk dili dəstəkləyir dostlar. Baxın, gördüyünüz kimi. Elə bilirdim bu oyunda türk dili yoxdur, amma indi gördüyümə görə screen language, yəni screen language nədir? Bir var ki, oyunun danışıq dilində dostlar türk dili dəstəkləyir, bir var ekran dilində. Yəni heç olmamışdan yaxşıdır. Ekran dili həm türkcə dəstəkləyir dostlar, həmçinin də bu oyunun qiymət ucuzluğu daha nə olsun, həm PlayStation 4 dəstəkləyir, həm də PlayStation 5 dəstəkləyir dostlar. Bir digər endirimlərdən biri də mənim də çox sevdiyim Crash seriyası. Uşaqlığımızdan bəri bildiyiniz kimi olduqca populyar oyunlardan biridir. Hələ də indi PlayStation 5-ə qədər gələn bir oyunu. Düzdür, bu gün PlayStation 4 seriyası endirimə düşüb, yəni PlayStation 4 üçün olan. Bunun PlayStation 5 versiyası da var. Eyni oyunda sadəcə PlayStation 5-ə uyğunlaşdırıblar. Bu şəkildə 588 TL-dən 65% endirimə düşübdür dostlar. Bu şəkildə bunu da alış eləyə bilərsiniz. Qeyd edim ki, içərisində paket şəklindədir oyunlar. Baxın, gördüyünüz kimi 3 ədəd oyun verir. Həm Crash-ın Nitro seriyası, yəni maşın olan seriyası, həm Spyro oyununu sizlərə verir, həm də ki Crash-ın gəzən seriyasını sizlər üçün verir dostlar. Bu paketi də qaçırmayın deyərəm dostlar sizlərə. Bu da ən yəni simulyasiyon oyunlardan biridir. Yəni oynananlardan simulyasiyon oyunlardan biridir. Açıqcası mən oynamamışam. Yəni bunu ən çox rol pedalla oynayanlar olur. SnowRunner 1 Years Edition seriyası 1749 TL-dən 874 TL-yə endirimə düşüb. Düzdür, çox böyük bir fərqləri yoxdur, amma yəni də yarı-yarı endirimə düşübdür. Bu oyunun qiyməti həmişə bu şəkildə olur dostlar. Çox vaxtı bu şəkildə olur. Həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Bu şəkildə oyun bir nəfərlikdir dostlar, ekran bölünmür. İçərisində türk dili dəstəyi varmı ya yox soruşanlar üçün də türk dili dəstəyi yoxdur dostlar. 3. Bu oyunu çoxsunuz bəlkə də bilmirsiniz. Köhnə oyunlardan biridir. Həmçinin 2 nəfər ekran 4 nəfərə qədər bölünə bilir. Ən azından dostlar, o köhnə PlayStation 3-lərdə oynadığınız blur hissiyatını yaşamaq istəyirsinizsə, mən bunun videolarına baxmışam. Oynamaq da istəyirəm açıqcası. Drive to Win 3 Cars 3 oyunudur. PlayStation 4 üçündə, amma 5-də də yükləyib oynamaq olur. Bu şəkildə dostlar, köhnə qiyməti, yəni oyunun haqqını verməyəcək dərəcədə baha olur. Yəni 2099 TL çox bahadır. Bu şəkildə dostlar 91% endirimə düşübdür. Yoxlamayanlar alıb yoxlaya bilər. Yəni gördüyünüz kimi həm 4 nəfərlik kimi ekran bölünür dostlar. Bu kinosu da var. Bildiyiniz kimi bu danışan maşınların. Yəni bu həm oyun içində mən müşahidə elədiyimə görə blura bənzər şəkildə maşınların bir-birinə mane olacaq dərəcədə atış effektləri var. Həmçinin yarışdır dostlar. Bunu da alıb yoxlaya bilərsiniz. Düzdür, PlayStation-da təəssüflər olsun ki, blur inkişaf elətdirməlidir. Yəni blur kimi oyun yoxdur, amma bu ən azından ona bənzəyən bir tipdə oyundur dostlar. Far Cry 6 seriyamız, bunun həm Gold Edition versiyası endirimə düşüb dostlar, həm də ki Deluxe Edition. Gold Edition, Deluxe Edition arasında fərqlər nədir? Elə çox böyük məncə fərqləri yoxdur, amma buradan siz özünüz baxıb ayırd eləyə bilərsiniz. Deluxe Edition'da burada fərqli pəklər və fərqli karakterlər verilir dostlar. Yəni bu Deluxe Edition'dır. Gold Edition'da isə elə çox bir dənə sezon pas verilir. Əsas sezon pasının nə olduğunu bilmirəm. Bilənlər varsa bu kommentlər bölməsində yazsın, amma Deluxe Edition bundan daha ucuzdur və oyun barədə heç bir fərqi yoxdur dostlar, ona əmin ola bilərsiniz. Bu şəkildə 75% endirimə düşübdür. Həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Bildiyiniz kimi oyun açıq dünya oyundur, bir nəfərlikdir. Far Cry seriyasını bilən bilir dostlar. Bu şəkildə oyunun da türk dil dəstəyi yoxdur dostlar. Dying League seriyası qorxu tipli oyun sevənlər üçün bu da möhtəşəm endirimlərdən biridir. Sırf PlayStation 4 üçün dostlar, Standard Edition bu şəkildə 529 TL-dən 80% endirimə düşübdür. Sadəcə 105.80 TL-yə endirimə düşübdür. Oyunun türkcə dil dəstəyi yoxdur dostlar. Street 4 seriyası köhnə oyunlardan biridir. Mən də oynamışam. Həqiqətən çox super qrafikləri, o
dönəmə görə, yəni neçə ilin oyunudur. Qrafikaları möhtəşəm olsun. Həmçinin içərisində bizim Azərbaycanın Bakı şəhərinin missiyası da var. Bildiyiniz kimi oynayanlar bilir bunu təxminən. Bu şəkildə 699 TL-dən sadəcə 75% endirimə düşübdür. PlayStation 4-sündür, yəni təbii ki, başa düşüləndir. Möhtəşəm bir hekayə modu olan oyunlardan biridir dostlar. Assetto Corsa seriyası rol pedalla da oynayırlar bu oyunu mən bildiyim qədərilə dostlar. PlayStation 4 üstündə möhtəşəm qrafikləri və maşın çeşidləri olan bir oyunlardan biridir dostlar. Bu şəkildə 1049 TL-dən 75% endirimdədir dostlar. Burnout Paradise seriyası dostlar. Bu maşın oyunu ucuz bir maşın oyunu axtaranlar üçün. Bu oyunu mən oynayıb yoxlamışam dostlar. Çox super qrafikası var dostlar. Yəni bu qiymətinə görə bu demək olar pulsuzdur. Həqiqətən ucuz bir şey axtaran və tez bir şəkildə alım oynayım istəyənlər, yəni bunu əldə edə bilər dostlar. Sadəcə 152 TL, düzdür, köhnə qiymət o qədər çox böyük baha deyil. 152 TL-dən həqiqətən bu qiymətə oyun demək olar PlayStation Store-da yox dərəcədədir. Yəni bir Mortal Kombat-dır. Bu qiymətlərə oyun tapmaq çox çətindir. Yəni belə deyim də dostlar, barmaqla sayılacaq qədər çox azdır. Oyunların qiyməti gündən-günə keçir. Buna misal olaraq yəni gündən-günə qiymətdə artım olur. Buna misal olaraq Call of Duty seriyasından misal verə bilərəm dostlar. O da Cold War seriyasından bəzən çox ucuza satdığımız oyunların qiyməti qalxır. Bəzən təbii ki, bu qiymət qalxımından bizdə xoşa gəlməz deyil. Yəni xoşa gəlirlər deyil dostlar. Müştərilərimiz narazılıq eləyir. Yəni bunun qiyməti niyə artır? Yəni bu bizlik bir şey deyil dostlar. Həqiqətən firma tərəfindən artırır. Yəni ucuz bir şey axtarsa bunu əldə eləyə bilərsiniz dostlar. Qeyd edim ki, PlayStation 4 dəstəkləyir, amma oyun tək nəfərlikdir. Yəni bölünmüş ekranda oynamaq olmur dostlar. İçərisində türkcə dil dəstəyi yoxdur. Bu şəkildə PlayStation 4 versiyasını dostlar, Watch Dogs Complete Edition seriyası 1049 TL-dən bu şəkildə 209.80 TL-yə endirimə düşübdür dostlar. 80%. Oyun tək nəfərlikdir. İçərisində türk dili dəstəyi yoxdur dostlar. Dostlar, endirimlərimiz bu şəkildə idi. Yəni mənim seçdiyim oyunlardır. Təbii ki, burada fərqli-fərqli oyunlar var. Siz də buradan həmən səhifəyə daxil olaraq endirimli oyunlardan xəbər ola bilərsiniz. Qeyd edim ki, bu oyunların bitmə tarixini indi mən sizlərə baxım deyim, nə vaxtsa. Adətən 15 gün olur dostlar. Bu oyundan oyuna fərq göstərə bilər. Retqalarda 1-2 gün söhbəti ola bilər orada. Oyunların bitmə vaxtı dostlar 24.04.2025, yəni 4-cü ayın 24-nə qədər vaxtı var. Yəni bu oyunları əldə etmək üçün bizim səhifəmizə yaza bilərsiniz. Qeyd edim ki, videonun açıqlamalar bölməsinə Instagram səhifəmizin adresini əlavə etmişik. Həmçinin Türkiyə hesabı yaratmaq və balans artırmaq və oyun əldə etmək istəyirsinizsə bizə müraciət eləyə bilərsiniz dostlar. Təqdim etdiyi Fikirli kanalı.